Dostlar, çoxların çoxdan gözlədiyiniz bu bir proqnoz şeklində hissləri var da, bilirsiniz. Mən sizə vermək istəyirəm. İkimiz də verək proqnozu. Demək istəyirik ki, əziz dostlar, yarı zarafat da olsa, yarı bir gerçək, həqiqətən də bir proqnoz. Azərbaycan sərhədləri 2026-cı ildə açılacağını hiss edirəm. Bəzi insanlar 2024, 2023, 2025-də də açılacağı demişdim. Mən bu barədə bu proqnoz verməmişdim. Çünki çoxları bu barədə proqnoz məndən gözləyirdi. Mən bu barədə deməmişdim öz proqnozumu. 2026-cı ilin hansı ayı demək mənə çətindir, amma 2026-cı ildə Azərbaycanda sərhədlərin açılacağını hiss edirəm. Düzdür pisi? Bu da deyir, düzdür. Bütün heyvan sevənləri də buradan alqışlayıram. Allah köməyin olsun. Heyvanlara qarşı da ziyan vuran insanların cəzasını verməlidir. Çünki belə videolar qabağa çıxır. Heyvanlara ziyan vurmaq olmaz. Əsasən də bilirsiniz ki, pişiklər də insanlara da olan negativ yükləri də götürür. Heyvanları da sevmək lazımdır. Düzdür pisi? Ha pisi. Evet.